Bu dünyada kişi yoktur. Niçin? Kişiler oğraş çıkım ona göre. Düzdür. Geceler ne diyor dedi. Dedim ki kadınla bayram. Gecelerken kaldık ha. Dedim kişi var. Benim adım Tahirə xanımdır. Tahirə xanım. Kişi deyəndə adım gəlir. Buradan de Məlumat verim ki, bu adam ruhu xəstədir. Təsəvvür edin. Bu videoya 1 milyon baxış gəlib. Onu çəkən insanlara mən buradan səslənirəm ki, çox ayıb olsun. Ayıb olsun ona görə ki, bizim Azərbaycanın o qədər qeyrətli mərd oğulları var. Yəni Azərbaycanın adına, Azərbaycan kişilərinin adına belə bir sözlər istifadə eləməyin. Həmən bu çəkilişə görə 1 milyondan çox baxış gəlib və nə qədər insan bəyənib. Bunu bəyənən insanlar çox kimlərdir? Əksəriyyəti qadınlardır. Yəni mən xanım demirəm. Onlar bizim Azərbaycanın kişilərinə ləkə yaxan şəxslərdir. Olmaz. Yəni bizim torpaqları alan kimlər oldu? Elə bax siz elə bəyənmədiniz. Yəni kişilər oldu. Ona görə də heç kəsi bir tutmayın. Kimsə ailəsindən nə görürsə, o dəqiqə o fikirləşməsin ki, bütün ailədə bu problemlər var. Hər bir evdə kişilər var ki, səhər saat 6-dan çıxır, axşam saat 11-də, 12-də evinə gəlir. 1 manat çörək puluna görə evindən çıxır. Yəni heç kimin qarşısına əyilmir, sınmır. Amma yəni halal çörəyini qazanır, ailəsinə gətirib yedirir. Torpaqları alan kimlər oldu? Bizim elə igidlərimiz oldu, qəhrəmanlarımız oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Həmən o kişilər oldu. Həmən kişilərin oğlanları oldu. Bu videonu paylaşan şəxsə demək istəyirəm ki, ayıb olsun. Yəni o ruhu xəstədir, paylaşıb belə prim yığmayın. İndi bu videonu paylaşıram, heç kim bəyənməyəcək. Niyə görə? Çünki onlara sərf eləmir. Sözün düzünü deyirəm, ona görə. Bax, bizim millətdə yaxşılardan uzaq, belədir. Kim sözün düzünü deyirsə, onu heç vaxt bəyənməzlər. Ona görə dostlar, bizi takip edin. Abunə olaq, abunə olmayanlar. Yəni, daha da çox çəkişlərimiz olacaq. Bizdən ayrılmayın.